Qaydanı kim qoyur? Qaydanı müdür qoyur da elə. Güclü tərəf qayda qoyur. Allah da deyir, qadın sən müdürsən. Sən kişiyə hədd qoyacaqsan ki, hara qədər sənə baxa bilər. Həddi sən təyin edəcəksən, o yox. O sənə hədd qoymayacaq. Qadınlara deyirlər hicablı ol, çünki kişilərin bu baxımdan qüdrəti səndən zəifdir. Sən idarə eləməlisən kişiləri bu məsələdə. Hicab bu müdiriyyət məsuliyyətidir. Hicaba bu fəlsəfədən baxmağımız lazımdır. Qadın bir sıra məsələlərdə kişidən qüdrətlidir. Kişi bir sıra məsələlərdə qadından qüdrətlidir. Amma qadın daha həssas məsələlərdə kişidən qüdrətlidir. Bu söhbəti kişilər əleyhinə olan söhbət kimi başa düşmüyor. Yəni biz burada qadınlara xoş gəlmək üçün nəsə danışırıq. Tam elmi söhbət eləməyə çalışıram. Hicab əslində zəiflik yox, qüdrət əlamətidir. Hicablı qadın, yəni kişi və qadın münasibətlərini yönləndirən, istiqamətləndirən, bu münasibətlərə hakim olan şəxs. Ona görə də təkəbbürlü kişilər hicabı rahat qəbul eləmir. Bir xeyir olasan mənə hədməyə, mənim ürəyim hara istəyir baxacaq. Kişidə təkəbbür olanda hicab əleyhinə daha çox təkəbbürlü kişilər çıxır. Çünki bu qadının üstünlüyüdür. Bu görür ki, qadın məni məhrum eləyir nədənsə, bunu həzm eləyə bilmir.